Sərxan da bugün imtahanı keçdi, artıq işə gedəcək. Sərxan, xoş gördük. Xoş gəldin. Səni təbrik edirəm. Çox sağ ol qardaş. Nətər keçdi imtahan? Yəni bizim insanların necə başa düşdünüz? İmtahan necə bir şeydir? Belə deyim də, mən belə gözləmirdim. Çox yaxşı keçdi. Düzdür, stres var idi. Stres çox idi. DMV-yə getdiyim zaman o stres vardı. Amma birazdan sonra DMV-nin içərisində o stres məndən getdi. İnşallah mənim dostum da burada işləyir, Cavidan. Ona salamlayırıq. Salamlayırıq Cavidan. İnşallah Cavidan da burada işləyir. Bəzi dostlarım da burada işləyirlər. İnşallah mən də yarından, sabahdan inşallah burada başlayacaq işləməyə. Allah verib bir yerdə işləyəcəyik. Cavidan 6-7 aydır burada işləyir. Sağlığına qismət, o da təzə tır alıbdı özünə. Təbrik edirəm. Xeyirli olsun qardaş. Xeyirli olsun. İnşallah Allah verib bir yerdə işləyəcəyik. İnşallah Allah sənə də qismət eləsin. Çox sağ ol, Allah razı olsun. Bu iş əsas elə tır işinin əsas gözəl tərəfi odur ki, əlavə pul yığa bilirsən. Nədir? Maşındasan, ev xərc eləmirsən, pul dağıtmırsan və 5-6 ayın içində bir tırın da demək olar ki, maşallah pulu yığılır ki, və biz də şirkət olaraq əlimizdən gələni eləyirik ki, insanlar tır sahibi olsun. Çünki bu səfər gəlirlərdə 2-yə qatlamış olur da, belə deyim. Cavidan sonra xeyir uğurlu olsun. Digər dostlarımız da alırlar, hansı ki, onların bəlkə burada adını səsləndirmək şeydir. Sənə də Allah qismət eləsin. Çox sağ ol ki, bizim məktəbə gəldin, bizim şirkəti seçdin. Biz hamımız səni həqiqətən çox sevirik. Yəni əlinə gələn hər şey elədin də sən bu məktəb üçün. Sizin kollektiv də çox iyi, yaxşı kollektivdir. Yəni burada hər kəs də burada yəni gəlib dərs almağına mən bir çox uşaqlardan yaxşı şeylər eşitmişəm. Çox sağ olun, minnətdaram. Kim burada əziyyət çəkdi, haqqınızı halal eləyin. İnşallah sabahdan da biz burada başlayacağıq işləməyə. İnşallah xeyirli olsun qardaş. Təşəkkür edirəm. Çox sağ ol.